Hansı məqsədlə tikildiyi bilinməyən bir bina Bakının ən məşhur sarayına necə çevrilir? Paytaxtın ən möhtəşəm mədəniyyət ocaqlarından sayılan Heydər Əliyev sarayının yerləşdiyi ərazi Çarizm dövründə Pyotr meydanı adlanırdı. Sovet illərində isə burada Telman adına klub və tütün fabriki fəaliyyət göstərib. 1960-cı ildə həmin ərazidə böyük bir tikilinin inşası barədə qərar verilsə də, binanın nə məqsədlə istifadə olunacağı məlum olmur. Sonda burada kinokonsert kompleksinin tikilməsi qərarı alınır və binaya Saray adı verilir. Tikinti başa çatandan sonra isə gözlənilməz problem ortaya çıxır. Sarayın akustikası uğurlu olmadığı üçün zalda güclü əks-səda yaranır. Bu səbəbdən Moskvadan xüsusi akustika mütəxəssisləri dəvət edilir. Divar örtükləri sökülür və səsin keyfiyyətini yaxşılaşdırmaq üçün əlavə sistemlər quraşdırılır. Mənbələrə görə sarayda ilk konserti ya dünya şöhrətli sənətkar Müslüm Maqomayev, ya da Sovet estradasının məşhur ulduzlarından ibarət kollektiv verib. 1991-ci ildə binanın adı Respublika Sarayı olaraq dəyişdirilib. 2004-cü ildə isə Heydər Əliyev Sarayı adını alıb.